Süleymanın məsəlləri 6-cı fəsil. Tələlərdən ehtiyatlı ol. Oğlum, qonşuna zamin durub, yadlarla əlbir olub, ağzından çıxan sözlərlə tələyə düşmüsənsə, ağzından çıxan sözlərlə ələ keçmisənsə, demək bu qonşunun əlinə düşmüsən. Oğlum, çalış, özünü qutar. Ged onun ayağına düş, yalvar, yaxar, qoy gözünə yuxu getməsin, kipriklərin ağırlaşmasın. Özünü ovçunun əlindən ceyran kimi, quşbazın əlindən quş kimi qutar. Ey tənbəl, qarışqalara diqqət yetir. Onların həyatından ibrət götür. Onların nə başçıları var, nə nəzarətçiləri, nə də hökümdarları. Yayda azuqələrini yığar, biçin vaxtı özlərinə yem toplayarlar. Ey tənbəl, nə qədər yatacaqsan, nə vaxt yuxudan oyanacaqsan, biraz da uzanıb yuxuya dalsan, əl-qolunu uzadaraq yatsan, yoxsulluq soyğunçu kimi üstünə gələr, ehtiyac quldur kimi sənə hücum çəkər. Yaramaz adam, şər insan əyri danışaraq dolanar, göz vurar, ayaqları ilə işarə eləyər, barmaqları ilə göstərər. Qəlbinin məkirli niyyəti var, həmişə şər qurar, nifaq salar. Ona görə başına qəfildən bəla gələr, birdən yıxılıb, çarəsiz qalar. Rəbbin zəhləsi 6 şeydən gedir. 7 şey var, ondan ikrah eləyir. Təkəbbürlə baxan gözlər, yalan danışan dil, nahaq qan tökən əllər, məqsədi şər olan ürək, şərə çatmaq üçün qaçan ayaqlar, nəfəsini yalanla çıxaran yalancı şahid, qardaşlar arasında nifaq salan şəxs. Zinaya qarşı xəbərdarlıq. Oğlum, atanın əmrini yerinə yetir. Ananın öyrətdiklərini atma. Onları qəlbinin başına yapışdır. Həmişə onları boynuna bağla. Gəzəndə onlar sənə yol göstərər. Yatanda səni hifz eləyər. Oyananda sənə məsləhət verər. Bu əmr çıraqdır. Bu təlim nurdur. Tərbiyə üçün edilən məzəmmət həyat yoludur. Bunlar səni pozğun qadından, şirindilli yad arvaddan qoruyar. Onun gözəlliyinə aşiq olma, onun kipriklərinin əsiri olma. Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar. Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar. Bir kişi qoynuna od alanda əyin başı yanmazmı? Köz üzərində gəzənin ayaqları bişməzmi? Qonşusunun arvadının yanına girənin də halı belədir. O qadına toxunan cəzasını çəkər. Qarnını doydurmaq üçün ac oğru oğurlarsa, kimsə onu qınamaz. Amma onu tutsalar, 7 qat ödəməlidir. Evinin var yoxunu verməlidir. Qadınla zina eləyən qanmazdır. Özünü məhv eləmək istəyən belə eləyər. Bu kişinin nəsibi kötək, şərəfsizlikdir. Biabırçılığı üzərindən silinməz. Çünki ərini qeyrət coşdurar. Ondan amansızcasına qisas alar. Heç nə ilə ərinin qarşısını almaq olmaz. Nə verilsə belə o razılaşmaz.